Salam, sözüm əks cinsədir, kişilərədir. Əsil kişi mən dediyimi etməz. Əsil bəy özünü bəy kimi aparar, kişicik deyəcəm onlara. Çünki mənim gördüyünüz kimi mən səhifəmdə hoqqa vermirəm. Tanışlıq səhifəsi deyil, tanışlıq üçün hoqqa vermirəm. Öz həyatını göstərirəm, əngəlli oğlumun həyatını göstərirəm, oxuduğum kitabları, getdiyim yerləri, baxdığım teatrları göstərirəm. Yəni normal bir lifestyle, həyat tərzi bloqudur. En qədər direktda mesaj var. Burada ürək, öpüş işarələri var. Əzizlərim, mən də kiminsə ailəsinə məxsusam. Mənə elə yazanda, mənə tanışlıq edəndə, mənə yan gözdən baxanda, havayı qadın axtaranda, evdə sizi doğub tərbiyə edəni, sizinlə birlikdə doğulanı, yəni qızı, qadını, yəni ki, sizdən törənmiş qızı, bildiniz də? Yəni evinizə, ailənizə məxsus olan qız qadını unutmayın. Mənə dediyiniz artıq əski söz, elan etdiyiniz eşqlər, havayı qadın axtarışı, öpüşlər, ürəklər, onlara aiddir. Əsil kişilərə, bəylərə aid deyil, hansı ki, həqiqətən normal surətdə kompliment edir. Əgər məni həqiqətən bəyənir və bir bloger kimi, bir influencer kimi, bir insan kimi, bir xanım kimi kompliment edirsə, o əsil kişi və əsil bəydir, təşəkkür edirəm. O biri kişiciklərsə, öncə ailəsindəki qız qadın bayaq verir ki, ailəni bura qatmaq. Qatıram da, əcəb də eləyirəm də, şirin, məsəl üçün, sondur ki, mən şirin dil nəzərdə tuturdum. Məsəl üçün, deyə bilər ki, şirin danışırsınız xanım, şirin danışırsan, şirin dilsən, o ayrı söhbətdir. Bir də var, çox şirinsən, can. Canın birinci bibəva, o canı evdəkilərə de. İkinci də şirin mən yox, sənin tərbiyə vermədiyin, səninlə eyni vaxtda doğduğu qız, sənə doğub tərbiyə verməyən qadın, sənə ərə gedən bədbəxt, səndən törənən bədbəxt qızdır. Mən niyə? Sonra da deyirlər ki, bu TikTok platforması, xeyr, var, elələri də var, kişiciyi də var, arvadçığı da var, amma mənə yazanlar arasındakı kişiciklər elə çoxdur. O sözü yazmamışdan öncə özünüzə hörmət edin. Özünüzə hörmət edin ki, sizə hörmət etsinlər. Yazanda mənə hörmətsizlik yox. Öz ailənizə, sizi doğub tərbiyə verməyənə, sizinlə eyni doğulmuş qadın cinsinə olana, sizə ərə gedib, o ərə gedən yazıqdır, ərə gedənə, yəni genə evdə qalıbmış da, ya da harada qalıbmışsa sizə gedibdir. Sizdən törənən və o qadının doğduğunu qızı xatırlayın. Bugün mənə, sabah sizə nə qədər etiraz etsəz də, siz nə tükürərəm ağzını, öyle sizənin də ağzı var. Bildiniz? Yəni, özünüzə hörmət qoyun. Bura tanışlıq saytı deyil. Bəli, var burada tanışlıq üçün, başqa söhbətlər üçün açanlar. O ayrıdır, o üzüz bilər, onlar bilər, deyər, hər qoyun öz ayağından asılca, hərə özünə cavab deyir. Sonra da müsəlmançılıqdan, qeyrətdən, namusdan danışırsınız, heç bir qeyrət, namus, istəyir müsəlman olsun, istəyir xristiyan olsun, nə olur olsun, onu özlədir. Yəni, sizin ailənizdəki qız qadına yaraşdırmadığınız hərəkəti, onların kiminsə sizin ailənizə qız qadınına deyilən hərəkəti yaraşdırmışsa, acığıza gəlirsə, burada mənə də yaraşdırmayın. Əgər onlar internetdə deyilsə, o demək deyil ki, bumerang olmayacaq. Cahil düşüncəli olmayın. Əgər elə xasiyyətlədirsə, sonra ağzınızı açıb, namus, qeyrət, müsəlmançılıq, duyda ki, Allah görür, yerdəkinin gözündən pərdə sənmərsən. Normal kişilərə, bəylərə sözüm yoxdur. Sağ olsunlar, təşəkkür edirəm sevə-sevə izlədikləri, maraqlı izlədikləri üçün, xoş sözlər yazdıqları üçün, xoş söz yazmadan da maraqlı izlədikləri üçün. Amma elə ucuz hərəkətlər edib, öncə öz ailəsini düşünməyənlər, kişiciklər, bəyciklər, müsəlmancıqlar, kəndinizə gəl. Okay? Məndən bu qədər. Özünə hörmət eləməyəni bloka atacağım. Bloka atmaqsa mənim səhifəmdən qovulmaq deməkdir. Mənim səhifəm mənim buradakı virtual evimdir. Evdən kimisə qovursansa, deməli o adam özünə hörmətsizlik edib ki, ev sahibi onu evdən qovur. Özünə hörmət etməyənə heç kim hörmət etmir. O sözü yazanlar ilk öncə özlərinə, onları doğub tərbiyə verməyən qadına, onlarla bərabər doğduğu qız qardeşlərinə, onlara ərə gedən qadınlara, onların ərə getdiyi qadınların onlardan doğduğu qızlarına hörmət etmir. Qadını da ikinci dərəcəli sayılır. Azərbaycanda qadın vitse-prezidentdir, Azərbaycanda qadın ombudsmandır, Azərbaycanda qadın Milli Məclis sədridir, deputatdır, həkimdir, biznesmendir. Hünəriz var.
o vəzifələrə söz deyə bilərsiniz. Eləyəcəksiniz. Olmaz. Öncə özünüzə, evdə sizi doğru tərbiyə edir. Bəlkə də yaxşı tərbiyə edir o qadın sizi. Amma hər kəs öz ailəsindəki tərbiyəni göstərir. Vallahi də, billahi də, müsəlmançılıqdan da, Qurandan da, Allahdan da danışmayın, çarpacaq sizi Allah. Vallahi də, billahi də. Nəysə, amma hörməti olan, qadınlara hörməti olan, maraqla izləyən, yazanda da mədəni fikrini izah edən, mədəni surətlə komplimentli deyən kişilərə də təşəkkür edirəm, bəylərə də təşəkkür edirəm. O kişilər əsl kişiliklərini, bəyliklərini göstərir. Qalan kişiciklərsə, tut, sizə də